Bugün bir qeyd etdiyim kimi İsrail-İran müharibəsi haqqında demək üçüncü yayımı sizin diqqətinizə çatdırıram. Əvvəla onu qeyd edeyim ki, İsrail-İran müharibəsi bu çox şərti addır. Ona görə şərti addır ki, bu müharibə bir çoxları iddia edirlər ki, bu adi bir əməliyyatdır, amma biz bu barədə danışdıq ki, onun dəxli yoxdur. Yəni, müharibənin elan olunmasına dair demək, Haqa konvensiyası var. 1907-ci ildə o ilk dəfə qəbul olunub. İkinci Dünya müharibəsindən sonra müəyyən düzəlişlər olubdur və eyni zamanda da BMT yarandıqdan sonra BMT-nin bu barədə müvafiq demək bir sənədi qəbul olunubdur. Yəni, müharibə odur ki, müharibə elan olunur, onun səbəbləri göstərilir və müharibə qaydaları ilə aparılır. Amma indi artıq bu qaydalar yoxdur. Bu qaydalar yoxdur, yalnız və yalnız deməli, adına əməliyyat deyirlər, nə bilim, müxtəlif adlar uydururlar, amma mahiyyət etibarilə bu müharibədir. Müharibənin son günlər, biz sizinlə 2 gün əvvəl danışdıq və ondan sonra keçən müddətdə də müharibənin tempi güclənibdir. Yəni, həm İsrail tərəfindən, həm İran tərəfindən zərbələr artıb, daha, xüsusilə İran daha müasir silahlardan istifadə edir. Bilirsiniz ki, təxminən bir neçə saat əvvəl artıq Təl-Əvivin mərkəzi vuruldu. Növbəti dəfə, bu dəfə iddialara görə İran ümumiyyətlə yeni silahlardan istifadə edibdir. Gəlin belə eləyək də, biz bunun artıq adını deyək. Yəni, əvvəlki demək, yayımlarda da demişdim, yeri gəlmişkən maraqlı bilirsinizsə, yayımı bəyənin, xahiş edirəm, paylaşın, kanala abunə olun ki, bizi daha çox insan görə bilsin. Çünki baxıram, bütün şərhlər deməzdim, amma əksər şərhlər Azərbaycan media məkanında yalnız müharibənin gedişatını xronoloji izah etməkdən ibarətdir. Halbuki müharibənin arxasında dayanan çox ciddi səbəblər var. Mən bugün bax, o səbəblərdən danışmaqla onun mümkün nəticələri haqqında da müəyyən məlumatlar vermək istəyirəm. Müharibənin əlbəttə ki, səbəbi deyilən deyil. Yəni, məsələn, Amerika Kəşfiyyat Agentliyinin, belə bir Milli Kəşfiyyat Agentliyi deyilən bir qurum var, hansı ki, ABŞ-ın bütün kəşfiyyat agentliklərini özündə birləşdirir, 18 kəşfiyyat agentliyini və onun direktoru da məşhur Tulsi Gabbarddır, o Qarabağa gələn xanım, Arçaq deyib özünü didən xanım, Suriya qarşı müharibənin əleyhinə çıxan, Rusiya ilə yaxşı əlaqələri olan, o belə bir hesabat təqdim edibdir ki, İranın nüvə silahının olması haqqında əldə sübutlar yoxdur. 2 gün bundan əvvəl BMT-nin Beynəlxalq Nüvə Agentliyi rəhbəri eyni zamanda deyibdir ki, İranın nüvə silahı yoxdur, amma Netanyahu və Putin deyir ki, var. Var, tamam, aydındır. Deməli, müharibə etmək üçün bir bəhanə lazımdır. Bəs səbəb nədir? Yadınıza gəlirsə, elə birinci videoda mən dedim ki, 3 mümkün səbəb var. Bunlardan biri nüvə silahı məsələsidir, bu boş şeydir. İkinci, İranın bölgəyə təsiridir, bu ikinci dərəcəli məsələdir. Üçüncü məsələ, ən vacib məsələ, dedim ki, yaxın şərqin yenidən dizayn olunmasıdır. Və artıq bugünkü gedişat da göstərir ki, həqiqətən də burada söhbət yaxın şərqin yenidən dizayn olunmasından gedir. Sual olunur ki, İsrail yaxın şərqi dizayn edə biləcək, yəni onun yeni konstruksiyasını, yeni geosiyasi modelini verə biləcək ölkədir. Əlbəttə yox, İsrail proksidir. İsrail elə dövlət deyil ki, o belə məsələləri həll eləsin. Heç İran da elə dövlət deyil. Hətta Türkiyə də elə dövlət deyil və İsrailin əlbəttə ki, bax, bu hücumunun arxasında duran Amerika Birləşmiş Ştatlarıdır. Trump administrasiyasıdır. Yəni, bunu açıq deməliyik ki, məsələlər aydınlaşsın. Əgər biz tutalım ki, o səbəbkarı kənara qoyub, davada iştirak eləyəni önə çəksək, onda
müharibənin səbəbi aydınlaşmır. Səbəb aydınlaşmırsa, onun nəticəsi də aydın olmayacaqdır. Biz nə gördük? Gördük ki, ilk günlər Trump özünü belə apardı, sustu ki, güya bunun heç nədən xəbəri yoxdur. Sonra tez sözünü dəyişdi. Dedi ki, yox, mənim xəbərim olubdur. Ondan sonra məlumat yaydılar ki, hətta bu məlumatı, yəni İsrailin İrana hücum edəcəyi ilə bağlı məlumatı Türkiyə və səhv eləmirəmsə Qətərlə də, ümumiyyətlə NATO müttəfiqləri ilə də bölüşüblər. Yəni NATO daxilində bu cür məlumatları bölüşmək istənilən müharibə haqqında bu tamamilə normal bir prosedurdur. Bu bir kommunikasiyadır. Belə də olmalıdır. Bəs yaxşı, əsas səbəb nədir? Bax, nəyi dizayn etmək lazımdır Yaxın Şərqdə? Əlbəttə, söhbət burada yenə də Yaxın Şərqin, başı bəlalı Yaxın Şərqin resurslarından gedir. Neft. Nə qədər təəccüblü də görünsə, neft. Trump hakimiyyətə gələndə, gəlməzdən əvvəl, biz gördük ki, Trump'ı dəstəkləyən daha çox o Amerikada Big Tech deyilən, yəni böyük texnoloji şirkətlərdən gələn, onların sahibi olan, onların idarəçiləri olan milyarderlərdir. Yəni orada Peter Thiel var, orada Jeff Bezos var, orada Mark Zuckerberg var və ən başlıcası da orada əlbəttə dünyanın ən zəngin adamı olan Elon Musk var idi. Var idi, amma bugün yoxdur artıq. Və bilirsiniz, Trump'ın inaugurasiyasında da bu ilk dəfə idi Amerika tarixindəki ön sırada oliqarxlar otururdu, milyarderlər otururdu, özü də mega milyarderlər. Buradan artıq hər şey görünürdü. Amma Trump hakimiyyətə gələndən sonra çox maraqlı bir sərəncam imzaladı. Biden hakimiyyətdən getmə ərəfəsində ABŞ-ın istər Atlantik, istər demək Sakit Okean hövzəsində ABŞ ərazilərində neft hasilatına qadağa qoyan bir sərəncam imzalamışdı. Trump həmin sərəncamı ləğv eləməyə çalışdı. Çalışdı, niyə? Çünki onu ləğv eləmək üçün Konqresin razılığı alınmalıdır və mütləq yalnız bundan sonra o hasilat, orada axtarışa ehtiyac yoxdur, orada böyük neft ehtiyatları var. Yeri gəlmişkən ABŞ dünyada bugün ən böyük neft hasilatçısıdır. Düzdür, onun bir çoxu şist neftidir, amma yəni dəxli yoxdur. Bəs o zaman sual olunur ki, niyə ABŞ nefti, Yaxın Şərq neftinə nəzarəti ələ keçirmək istəyir və orada bilirsiniz ki, əsas neft hasilatçıları da dünyada istehsalçıları, hasilatçıları elə Yaxın Şərq ölkələridir. Səudi Ərəbistanıdır, İrandır və digər ölkələrdir. Burada iki səbəb var. Səbəblərdən biri əlbəttə ki, həmin neftin alıcısı olan Çini iqtisadi təzyiqə məruz qoymaqdır. Neft qiymətlərinin qalxması ilk növbədə Çinə zərbə vurur. Çünki Çin iqtisadiyyatı, baxmayaraq ki, Çində alternativ enerji mənbələrindən çox yüksək səviyyədə, yüksək templərlə istifadə olunur. Çin o sahədə həqiqətən ağla sığmaz uğurlar əldə edibdir. Amma hələ ki, onun iqtisadiyyatı xeyli dərəcədə məhz neftdən və digər karbohidrogenlərdən, yəni qazdan asılıdır. Bəs belə olduğu halda Yaxın Şərqin buna nə dəxli var? Məsələ burasındadır ki, Çin hal-hazırda ehtiyacı olan, ithal etdiyi neftin 37%-ni, ən azı 37%-ni Yaxın Şərq ölkələrindən alır. Düzdür, Çin çalışır hər sahədə öz siyasətini diversifikasiya eləsin, yəni müxtəlifləşdirsin, belə deyək də, bir tərəfdən bir məsələdən asılı qalmasın. Çinin, deyək ki, kommunikasiya, daşımalar, logistika siyasəti də belə qurulubdur. Çinin enerji siyasəti də belə qurulub. Yer gəlmişkən mən bir şeyi demək istəyirəm ki, əgər biz tutalım ki, böyük dövlətlərə baxsaq, görərik ki, o böyük dövlətlərin içində Çin bəlkə də yeganə ölkədir ki, onun 10, 20, bəlkə də 30-50 il irəliyə artıq bir strategiyası mövcuddur. Və bu da Çinin əlbəttə ki, öz siyasi modelindən, onun idarə etməsindən irəli gəlir. ABŞ-a baxaq. Görək ki, məsələn, Biden administrasiyası hansı addımlar atırdı, onun arxasınca gələn Trump 180 dərəcə dəyişdi, bir çox sahələrdə
kənar addımlar atdı. Amma bir məsələdə Trump dəyişmədi. Trump hakimiyyətə gəldikdən sonra özünün onu hakimiyyətə gətirən tərəfdaşlarına, bayaq sadaladığım o mega milyarderlərə açıq aydın göstərdi ki, o reallıqla hesablaşmağa məcburdur. Reallıq isə nədir? Reallıq əlbəttə ki, ABŞ-ın ənənəvi kapitalıdır. Yəni, Wall Street banklarıdır və ən başlıcası enerji şirkətləridir. Və enerji şirkətləri də ABŞ-da əsasən enerji şirkətlərinin tərəfdaşı, belə deyək, Respublikaçılar Partiyasıdır və Respublikaçılar Partiyası enerji şirkətlərinin lobbiçiləridir. Və Trump artıq qayıtdı şərt olaraq deyək, haqqın yoluna. Başa düşdü ki, o şirkətlərlə, o korporasiyalarla Trump əməkdaşlığı kənara qoyub, texnoloji şirkətlərlə əməkdaşlığa getsə, o çox ağır vəziyyətə düşə bilər, uduza bilər. Trump faktiki olaraq özünün tərəfdaşlarını, onu hakimiyyətə gəlməsinə kömək edən, onu hakimiyyətə gətirən tərəfdaşlarını aldatdı. Bəs deyərsiniz ki, yaxşı, Amerika özü ən böyük neft hasilatçısı, bunun yaxın şərq neftinə nə aidiyyəti var? Mən artıq izah elədim bunu. Çinə təsir üçün. Bugün dünyada neft qiymətini tənzimləyən kimdir? OPEC-dir. Yəni, neft hasilatı ölkələri təşkilatı. OPEC neft qiymətlərini müəyyənləşdirir və OPEC ölkələri arasında əsas orada həll edici ölkə Səudi Ərəbistanıdır. Səudi Ərəbistanının da Çinlə çox yaxın əməkdaşlığı var. Və bugün ABŞ-ın böyük xarici borcu var. Artıq 40 trilyona yaxınlaşır. Və Trump'ın müddəti başa çatanda da o daha çox böyüyəcək. Ona görə də ABŞ bir məsələni də Çinin iqtisadi yüksəlişini, Çinin iqtisadi üstünlüyünü aradan qaldırmaqla yanaşı bir məsələni də həll eləməlidir. Və bu da bütün məsələlərin, belə deyək də, kökündə, başında duran məsələdir. Dolların vahid və yaxud əsas mübadilə vasitəsi kimi güclü qalması. Bunu isə yalnız neftə bağladıqda etmək mümkündür. Orada isə vəziyyət həqiqətən acınacaqlıdır. Artıq bugünkü dünyada neft deməli hasilatı, neft alış-verişində dollardan istifadə 45-43% civarına düşübdür. Bu artıq bir kritik həddir. 30-a düşəcəkdirsə, artıq ABŞ dollarından vidalaşmaq olar. Yeri gəlmişkən, həmin o texnoloji şirkətlər də məhz daha çox kriptovalyuta, elektron ödəniş vasitələri və s. buna meyilliydilər, nəinki dolların əsas ödəniş vahidi kimi qalmasın. Elə ABŞ-ın özündə də. Bax, bu daxili münaqişədir, köhnə kapitalla yeni kapital arasında. Və indi ABŞ yaxın şərqə öz təsirini artırmalıdır, öz təsirini gücləndirməlidir. Bunun üçün nə etmək lazımdır? Suç keçisi tapmaq. Baxıram, hər dəfə deməyimə rəğmən şərhlərdə kimsə məni İsrail tərəfdarı, kimsə İran tərəfdarı adlandırır. Hətta bir izləyicim çox maraqlı bir fikir yazmışdı. Deyirəm ki, siyasi ekspertin siyasi ekspert mövqe ortaya qoymalı deyil. Mən siyasi ekspert kimisinin qarşınızda çıxış edirəmsə, mən obyektiv vəziyyəti çalışıb təqdim etməliyəm. Yazır ki, onda sizin mövqeyiniz yoxdur. Yaxşı deyək ki, mən mövqeyim yoxdur, mən ekspertiz aparıram. Yəni, belə bir şəraitdə, əlbəttə, bölgədə böyük müharibə olmalıdır. Hansısa bir ölkəyə qarşı konkret bir hərbi təcavüz olmalıdır, yəni adından deyək bunu, ki, ABŞ yaxın şərqdə təsirini, gücünü artırsın. Və bu da İrandır. İranın nüvə proqramı var. Hamı deyir, yoxdur. Amerikanın Milli Təhlükəsizlik Agentliyinin direktoru öz hesabatında yazır ki, İranda nüvə silahının olmasına dair heç bir dəlil yoxdur. BMT-nin Atom Enerjisi Agentliyinin rəhbəri deyir ki, yoxdur. Trump deyir, var. Netanyahu deyir, var. Demək, var da. Qutardı, getdi. Mən müharibə eləmək istəyirəmsə, deyəcəm, var. Hətta müharibə eləmək istəyirəmsə, deyəcəm ki, nə bilim, onun 5000 dənə nüvə başlığı var. Bunlar hamısı bəhanələr, məlum məsələdir. İndi sual olunur ki,
Bəs yaxşı, ABŞ-ın yaxın şərqdə atdığı bu addım onun bölgədəki tərəfdaşları tərəfindən necə qarşılanacaqdır? Amma əvvəlcə bir məsələyə diqqətinizi çatdırım. Bu hamını bugün maraqlandıran sualdır ki, bəs ABŞ bu müharibəyə qoşulacaqmı? Təbii ki, İsrailin bütün davranışı göstərir ki, o ABŞ-ı cəlb etməyə çalışır. İran davranışıyla göstərir ki, o ABŞ qoşulsa, ABŞ-ı belə vurmaqdan çəkinməyəcəkdir. Onun bazalarını, onun infrastrukturunu. Bu da aydın məsələdir. Yəni, bir ölkəni küncə sıxırlarsa, onu İran da eləyər, onu başqa ölkə də eləyər. Səddam Hüseyin axıra qədər çalışırdı, ta onun ətrafı onu satanacan. Axıracan çalışırdı, vuruşsun. Bu normal bir şeydir. O bilir ki, aqibəti nə olacaqdır. Təslim olmaq onu xilas eləmir. İndi burada çox maraqlı bir məqam var. Trump niyə tərəddüd edir və ümumiyyətlə tərəddüd edirmi? Bəli, tərəddüd edir. Məsələ burasındadır ki, Trumpın, keçən dəfə də bunu qeyd eləmişdim, ən yaxın ətrafı, Trumpı dəstəkləyən həmin o MAGA qrupu, hansı ki, Respublikaçılar Partiyasının daxilində bir qrupdur və özü də marginal qrupdur. Ən aşağı səviyyədə, ən belə küçə adamları da, üzr istəyirəm ifadəmə görə, onlar hamısı Trumpın ətrafındadır. Trumpın ümumiyyətlə komandası hamısı küçə adamlarıdır, bir-iki nəfəri çıxmaq şərti ilə. Və həmin o qrup artıq Trumpa qarşı çıxıbdır. Təsəvvür eləyin. Trump o dayağını itirəcəyi halda o faktiki hakimiyyəti itirə bilər və impeachmentə gedə bilər. Və dediyim kimi, Trumpı hakimiyyətə gətirən həmin o mega milyarderlər də, texnoloji şirkətlərin sahibləri də, onlar artıq Trumpa qəzəblidirlər. İndi Trump qalıb belə həqiqətən çox çətin bir durumda. Amma əlbəttə ki, əgər o artıq seçimini edibsə, deyək ki, qlobal enerji şirkətləri və maliyyə korporasiyaları tərəfindən, onların mövqeyindən, onların marağından çıxış edirsə, o mütləq qoşulacaq müharibəyə. Sadəcə, sual odur ki, bunun nəticəsi nə olacaqdır? Və təkcə hərbi baxımdan yox, hərbi siyasi baxımdan yox, həm də ABŞ-da daxili siyasət nöqteyi nəzərindən. Trump bundan siyasi olaraq qazanacaqmı, uduzacaqmı? Bu çox ciddi sualdır. Ona görə də Trumpın ətrafındakılar onu başa salırlar ki, bax ha, biz burada tam iflasa da uğraya bilərik. Və xüsusilə də, əgər tutalım ki, həmin müharibə başlayır və həmin müharibə nəticəsində İran vurur ABŞ-ın, məsəl üçün, hansısa bir təyyarə daşıyan gəmisini batırır. Mümkündürmü? Nəzəri baxımdan mümkündür. Niyə də yox? Baxın, Husilər və ABŞ ilk növbədə də İranın neftindən, onun neft resurslarından başqa Hörmüz boğazını nəzarətə götürməlidir. Hörmüz boğazı bilirsiniz ki, İran körfəzindən Oman körfəzinə keçiddir və o dünyada ən strateji nöqtələrdən biridir. Təsəvvür eləyin ki, bütün neft bazarı, enerji bazarı, neft qiymətləri məhz ondan asılıdır. Və digər tərəfdən də, bayaq dediyim kimi, artıq 37-38 trilyona yaxınlaşan ABŞ-ın dövlət borcu dolları ölümcül vəziyyətə gətirib çıxarır. Və artıq alternativlər də var yeri gəlmişdən. Həmin Səudiyyə Ərəbistanı Çinlə neft alış-verişinin bir hissəsini artıq yuanla həyata keçirir. Yəni, orada avrodan da istifadə olunur, yuandan da istifadə olunur. Yəni, iqtisadiyyat öz reallığını diktə eləyir, amma dolları xilas eləmək lazımdır. Wall Street bankları, ABŞ-ın Federal Ehtiyat Bankının təsisçisi olan maliyyə korporasiyaları deyir ki, biz dolların hökmranlığını qoruyub saxlamalıyıq. Çünki ABŞ-ın hökmranlığı dolların hökmranlığı deməkdir. Dollar hökmranlığını itirəcəksə, ABŞ dünyada qlobal güc olaraq həll edici rolunu itirəcəkdir. Bunu hər kəs anlayır. Bax, belə bir vəziyyətdə və yeri gəlmişən həmin o Hörmüz boğazı dedim. Hörmüz boğazından Çinə ixrac olunan neftin, yəni təxminən ümumiyyətlə qlobal neftin, qlobal istehsal neft hasilatının 20% keçir. Bu 5də 1 az rəqəm deyil və onun böyük bir hissəsi də məhz Çinə ixrac olunan neftdir. Bax, bu səbəblərdən müharibə reallıqdır. Müharibə qaçılmazdır. Amma dediyim kimi,
Trumpın vəziyyəti daxili siyasi arenada, ABŞ-ın daxili siyasətində o qədər həssasdır ki, onu başa salırlar və onun ətrafındakılar da deyirlər ki, biz səninlə bir yerdə batmaq istəmirik və çəkindirməyə çalışırlar. Bəs İran niyə durmadan güclü silahlardan, daha güclü silahlardan istifadə edir? Yer gəlmişkən bir daha deyirəm, bax, bu informasiyalar ki, yayılır müxtəlif resurslarda, o cümlədən dünyanın müxtəlif resurslarında, Azərbaycan demirəm, orada vəziyyət ümumiyyətlə fəlakətlidir, həqiqətən fəlakətlidir. Bilmirsən ki, bax, Azərbaycan mediası bu hansısa Müdafiə Nazirliyinin İsrailin mi, İranın mı sanki bir ruporuna çevrilib. Filan kes filan yeri vurdu, filan şey filan yeri vurdu. Bəs analitika hanı? Bəs bu səbəblər hanı? Bunun mümkün nəticələri hanı? Yox, nəysə, ola bilər bacarmırlar, ola bilər icazə vermirlər, bunu başa düşürük. Amma dediyim kimi, bax, bütün bu məlumatlara inanmağın özü də çox güvənli deyil. Bu dəqiqə bütün dünyanın media məkanı dezinformasiyalarla doludur. Amma bütün bunlara baxmayaraq, əlbəttə ki, dünyada öz nüfuzunu, öz çəkisini, özünün auditoriyasını saxlayan kütləvi informasiya vasitələri var. O cümlədən Amerika Birləşmiş Ştatlarının özündə, o cümlədən Böyük Britaniyada, Avropada və qaydırıq bir də həmin o, bax, mənim də yazdığım İsrail-İran müharibəsi məsələsinə. Dəyərli dostlar, bu günlərdə Almaniyanın yeni seçilmiş kansleri Friedrich Merz çox maraqlı bir açıqlama verdi. Dedi, mən İsrail qarşısında baş əyirəm, o çirkli iş görür. Baxın ha, bu çox səmimi etirafdır. Bizdə Alman rəsmisindən çox səmimi etirafdır. Çünki tarixdə bəllidir, bir 100 il bundan əvvəl çirkli işi dünyada Almaniya görübdür. Yəni, Almaniyanın təmsilçisi çox gözəl başa düşür ki, çirkli iş nədir? İsrailin insanları öldürməsi, dağıtması, bombalaması, ətrafında bombalamadığı ölkə qalmayıbdır. Bu çirkli işdir. Artıq bu o dərəcədə səmimi bir etirafıdır ki, yəni bizim bugün gördüyümüz işin, bizim dedikdə kollektiv qərbdən gedir söhbət. Burada məqsədimiz bu yolda deməli, görməli olduğumuz işlərdən biri çirkli işdir və bunu da İsrail görür. İnanın ki, bəlkə bir 15 il bundan əvvəl bir Alman siyasətçi mənə demişdi ki, çirkli işi İsrail görəcəkdir. Bəli, İsrail çirkli iş görür. İndi bəs bu müharibənin bir siyasi çıxarları da varmı? Geosiyasi əlbəttə var, onsuz ola bilməz. Bilirsiniz ki, İran BRICS ölkəsidir. BRICS-ə yaxındır və İran həmçinin də Şanxay təşkilatına üzdür. Və indi İrana bu hücum, İranı çökdürmək, İranda ən azı hakimiyyəti dəyişmək, İranın ümumiyyətlə sıradan çıxarılması, Yaxın Şərqin bir regional güclərindən biri kimi, həm də ona görə vacibdir ki, Putinin təbirincə desək, yer gəlmişkən, bu artıq dünyada qəbul olunmuş bir termindir, kollektiv cənubu zəifləmək rəqib olaraq. Yəni, heç kim özünü aldatmasın ki, güya və yaxud Rusiya qərb qarşı durması gündəmdən çıxdı, xeyr çıxmadı. 4 ölçülər var. Çin var məsələn. Bəs bu baş verəcəkdimi? Keçən dəfə də dedim ki, müharibə uzandıqca ora təsir edən tərəflərin sayı da artır. Artıq məlumatlar sızır ki, Çin güya İrana hansısa silahlar ötürür, düzdür, Çin bunu təksib edir. Çin açıq şəkildə bu müharibənin əleyhinə çıxış eləyir. Pakistan bunun əleyhinə çıxış eləyir. Artıq Türkiyənin ritorikası bir qədər də sərtləşir. Düzdür, mən düşünmürəm ki, Türkiyə bu məsələdə siyasi ritorikadan o tərəfə gedəcəkdir. Çünki Türkiyənin mövqeyi onun statusundan asılıdır. Status isə budur ki, Türkiyə NATO ölkəsidir. Bax, bu baxımdan artıq Yaxın Şərq, dediyim kimi, həmin o qlobal qarşıdurmanın mərkəzinə çevrilir. Başqa bir sual da var ki, niyə Rusiya bu proseslərə susur? Birincisi, Rusiyanın özünün başı qarışıqdır Ukrayna məsələsinə. İkincisi, Rusiya, bilirsiniz ki, Trumpın doğum günündə Putinlə
Trump'ın bir telefon danışığı oldu və məlumat çıxdı ki, orada İran məsələsi də müzakirə olunurdu. Halbuki onda hələ İrana qarşı müharibə gündəmdə deyil idi. Var idi söz-söhbətlər, amma hələ intensiv hərbi əməliyyatlar başlanmamışdı. Gəlin belə bir konspiroloji versiyanı nəzərdən keçirək ki, Trumpla Putin anlaşıblar. Trump Ukraynanı müdafiə eləmir, Putin Ukraynada istədiyini eləyir və Putin də yaxın şərqə müdaxilə eləmir, yəni İrana dəstək vermir. Rusiyanın yeri gəlmişkən yaxın şərqə təsiri kifayət qədər, bugün dediyim, kəşfiyyat təsiri, siyasi təsiri kifayət qədər güclüdür. Və bunlar, belə deyək də, bir mübadilə həyata keçirirlər. Ola bilərmi? Ola bilər. Amma Rusiya, Putin Trump'ı aldadacaqdır. Birincisi, Amerikanı çəkib, ABŞ-ı yaxın şərqdə bataqlığa salacaqlar. Necə ki, ABŞ, qərb ölkələri, Putin təbii ki, özünün təşəbbüsündən Rusiyanı çəkib Ukraynada bataqlığa saldılar. Putin çalışır ki, eyni ilə ABŞ-ı gətirib yaxın şərqdə bataqlığa və yaxud səhralığa salsın. Amma sonradan o mütləq qoşulacaq bu prosesə. Niyə görə qoşulacaq? Unutmayaq. Yaxın şərq, İran özəlliklə Rusiyanın cənub cinahıdır. Rusiya cənub cinahını Mərkəzi Asiyada artıq demək olar ki, Çinə uduzubdur. Baxmayaraq ki, Rusiya ilə Çin bir çox məsələlərdə tərəfdaşdılar, amma qlobal güc olaraq onlar həm də rəqibdilər. Öz milli maraqları, öz dövlət maraqları toqquşması baxımından. Çinlə Rusiyanın marağı eyni ola bilməz, təbiidir. Çinlə Amerikanın, Rusiya ilə Amerikanın. Bu bir rəqabətdir, qlobal rəqabətdir. Təbii ki, Rusiya bu mənada qoşulacaqdır İran prosesinə. Amma bir qədər sonra qoşulacaqdır. İmkan yaradacaqdır ki, ABŞ müdaxilə eləsin və müəyyən uğursuzluqlar əldə eləsin, itkilər versin, yaxın şərqdəki öz tərəfdaşlarını itirsin, təklənsin və müharibə uzandıqca Avropa ölkələri də uzaqlaşacaqdır ABŞ-dan. Onsuz da bugün o qədər də yaxın deyil. Belə bir vəziyyətdir. Görək nə ilə bitəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. İşimiz davam edəcəkdir. Çünki həqiqətən məsələyə ehtiyac var. Bir daha deyirəm, məsləhət bilsəz paylaşın, bəyənin və abunə olun. Və yeri gəlmişkən 2 yayımın ardınca kanala abunə sayı 1300 nəfərdən çox artıbdır. Hamınıza buna görə təşəkkür edirəm və mən də sizin etimadınızı özümün məsuliyyətim sayıram. Çalışıram sizlərlə yalnız həqiqətləri bölüşüm. Gününüz uğurlu olsun.